Salam, sabahınız xeyir olsun. 18 may 2026-cı il tarixidir və yaz fəslinin 58-ci, Zülhiccə ayının isə 1-ci günüdür və Zülhiccə ayının ilk həftəsinin ilk 1-ci bazar ertəsi günüdür. Hər birimizə bu gündə, bu həftədə uğurlu olsun, düşərli olsun, bol ruzili, bərəkətli, sülh, əmin-amanlı, firavanlıq şəraitində keçmiş olsun. 18 may günündə kimlər işləri arxasınca gedir, işləri ilə məşğuldurlar, iş yerlərində, ofislərdə, eləcə də evlərində, ev işləri ilə, evdarlıqları ilə məşğul olurlar. Hər birinə can sağlığı, iş avadlığı, gözəl bir gün, həftə keçirməyi arzu edirəm. 18 may günündə kimlərin ki, təhsil ilə işlər var, təhsil işləri ilə məşğuldurlar, təhsilləri ilə məşğuldurlar. Məktəblər, orta ixtisas, ali məktəb tələbələrinə hər birinə can sağlığı, zehin açıqlığı, iş avadlığı arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, arzulara, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dövlət üçün, bütün dünya üçün deməli, faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. 18 may günündə demək, imtahan verən şagirdlər var. Onların hər birinə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, imtahanlarından uğurla keçməyi arzu edirəm. Bununla yanaşı 18 may günündə kimlərin rəhmətə gedənləri var. Allahdan rəhmət diləyirəm, qalanlarına səbir diləyirəm. 18 may günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, xoş, xəbərli, sülh, əmin-amanlıq, firavanlıqlı, bol ruzili, bərəkətli bir gün, bir həftə keçirmələrini arzu edirəm. 18 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 18 may mənim də ad günümdür. Ad günümü təbrik edirəm. Səbuhi Səfəroğlu'nun ad günü şeirindən deyirəm. Saat hələ indi olur 12 tamam. Bugün sənin günün, ay özəl insan. Yaş üstə yaş gəlir, dövrədir zaman. Ad günün mübarək, ay gözəl insan. Və eləcə də 18 may günündə tarixi günlər də vardır. 18 may günündə beynəlxalq muzeylər günüdür. Bütün muzey işçilərini də bu münasibətlə təbrik edirəm və işlərində uğurlar arzulayıram, can sağlığın, müvəffəqiyyətlər arzu edirəm. Bununla yanaşı isə demək 1498-ci ildə Vasco da Gama 18 may günündə Hindistanın Kalikuta limanına çatdığı gündür. 18 may 1724-cü ildə Rusiya İmperatriçası 1. Yekaterinanın tac qoyma mərasimi keçirildiyi gündür. 18 may 1763-cü ildə Monreal şəhərinin bir hissəsinin yanğın nəticəsində tamamilə dağıldığı gündür. 18 may 1897-ci ildə İrlandiyalı yazıcı Bram Stoker'in Dracula novellası nəşr edildiyi gündür. 18 may 1944-cü ildə Krım tatarlarının SSR-dən başqa bölgələrə deportasiyası başladığı gündür. 18 may 1992-ci ildə Azərbaycan Respublikası ilə Moldova arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.